Təsəvvür et, telefonuna ən son ən güclü proqram təminatını yükləyirsən. Kod mükəmməldir. Aha, amma sistemlə uyuşmur. Dəqiq. Əməliyyat sistemi ilə uyğunlaşmadığı üçün dərhal konflikt yaranır və bütün sistemi çöktürür. Sənin üçün xüsusi olaraq hazırlanan bu dərin təhlildə tam olaraq bu cür texniki xətanın insan versiyasını müzakirə edəcəyik. Yəni bir növ idman dünyasındakı versiyasını? Hə. Əlimizdə idman jurnallarından, Real Madridin daxilindən sızan hesabatlardan və tibbi pres-relizlərdən ibarət material var. Missiyamız Kylian Mbappe'nin bu klubdakı mövcud böhranını aydınlaşdırmaqdır. Gəlin bunu aydınlaşdıraq. Yəni, o böyük ümidlər necə puça çıxmağa başladı. Burada ən maraqlısı odur ki, bax, məsələ sadəcə idman deyil. Söhbət gözlənti və reallıq arasındakı o böyük fərqdən gedir. Üstün istedad, avtomatik olaraq liderlik mənasına gəlmir. Düzdür. Rəhbərliyin də əsas dərdi elə budur. Onlar düşünür ki, Mbappe ümumiyyətlə gözlədikləri lider deyil. Nə paltar dəyişmə otağında, nə də komanda daxilində. Nəinki lider deyil, ümumiyyətlə otaqdakı iyerarxiyaya adaptasiya ola bilmir. Kral klubu ümid edirdi ki, o uğursuz başlanğıçdan sonra özünü toparlayacaq, amma bu gerçəkləşməyib. Bir dəqiqə, yəni bu mənə çox qəribə gəlir. Bunu böyük büdcəli bir filmə gətirilən ulduz aktyorə bənzədirəm. Gəlir çəkiliş meydançasına və qəfildən səhnə qorxusu yaşayır. Çox yaxşı müqayisədir. Hə, və heç kim də dil tapa bilmir. Bunun mənası nədir? Bu sadəcə müvəqqəti adaptasiya dövrüdür, yoxsa daha dərin bir struktur problemidir? Böyük mənzərəyə baxsaq, Real Madrid kimi bir yerdə, yəni sadəcə ulduz olmaq bəs etmir. O mühiti idarə edə biləcək xarakter lazımdır. Orada artıq Vinicius var, Bellingham var. Aha, artıq oturuşmuş bir ekosistem var. Dəqiq. Və sən o ulduzlar otağındakı mövcud qüvvələr nisbətinə uyğunlaşa bilmirsənsə, necə deyərlər, tək qalmağa məhkumsan. Liderlik sadəcə qol vurub qışqırmaq deyil axı. Yəni o egolarla eyni tezliyə köklənmək lazımdır. Və burada vəziyyət həqiqətən maraqlı olur. Çünki bu psixoloji gərginlik artıq fiziki maneəyə çevrilir. Bəli, bax bu çox vacib məqamdır. Mənbələrə görə o hazırda sol ayağının yarıvətər əzələsinin zədəsindən müalicə alır. Yəni, mən həmişə düşünürdüm ki, bunlar ayrı-ayrı şeylərdir. Biri komanda stresi, o birisi isə sadəcə mexaniki əzələ zədəsi. Əslində qətiyyən elə deyil. Bu iki amil bir-biri ilə çox sıx bağlıdır. Daimi psixoloji gərginlik bədəndə stres hormonu olan kortizolu kəskin artırır. Paho, kortizol əzələni birbaşa vurur. Düzdür. Əzələlərin elastikliyi azalır və bərpa ləngiyir. O özünü sübut etmək üçün meydanda normadan daha çox güc sərf edir. Fiziki hərəkətlər təbii axarında deyil, yəni daimi gərginliyə məruz qalır. Və nəticədə əzələ tab gətirmir və qırılır. Bu doğrudan da düşündürücüdür. Emosional xaosun fiziki təzahürü, özdə zamanlama bundan pis ola bilməzdi. 100%. 3 mayda Espanyolla oyunu buraxacaq. Hə, 34-cü turu mütləq buraxır. Tam da komandanın ona ehtiyacı olduğu vaxtda. Lakin mənbələrdə yazılır ki, cəmi bir həftə sonra 10 mayda 35-ci turda Barcelona ilə qarşılaşmaya hazır olma ehtimalı var. Bax, bu vacib bir sual yaradır. O maç onun üçün sadəcə tibbi məsələ deyil. Bəs nədir? Bu, bəlkə də rəhbərliyin inamını qaytarmaq və qırılmış liderlik imicini bərpa etmək üçün son şansdır. Təsəvvür et, sən tam sağalmamısan, yoldaşların səndən şübhələnir və sən o amansız təzyiqin altında Barcelonaya qarşı oynamalısan. Əsl kabusdur. Əgər orada tək başına nəsə etməyə çalışmaq əvəzinə, komandanı bir araya gətirən bir fiqura çevrilə bilsə, bəli, bu qızıl fürsətdir. Yoxsa bu uğursuzluq onun oradakı gələcəyini bitirə bilər. Gəl bunu yekunlaşdıraq. Sənin üçün bunun əhəmiyyəti nədir? Qarşıda iki qət maneə var. Həm paltar dəyişmə otağındakı narazılıq, həm də yarıvətər əzələsindəki zədə. Bu hekayə bizə sübut edir ki, hər hansı bir sahədə texniki mükəmməllik tək başına kifayət etmir. Əlbəttə. İstər ofisdə ol, istər başqa yerdə, insan faktorunu və daxili komanda dinamikasını idarə edə bilmək lazımdır, yoxsa o dediyim mükəmməl kod sistemi çöktürəcək. Məhz buna görə də, yəni əgər sən bir təşkilata sırf lider olmaq üçün gətirilmisənsə, lakin həm bədənin, həm də komanda yoldaşların buna müqavimət göstərirsə, quru istedad tək başına hər şeyi dəyişməyə qadirdirmi? Məncə heç bir fərdi güc kollektiv mədəniyyətə tək başına qalib gələ bilməz. Bax, bu düşündürücü fikirdir. Futbol iqtisadiyyatı mega ulduzlara milyardlar xərcləyir. Amma bəlkə də bu epoxa artıq bitir.
Bəlkə də fərdi egolar yox, mövcud mexanizmə uyğunlaşan sistem oyunçuları lazımdır gələcəyin klublarına. Növbəti dəfə sevimli komandan rekord məbləğə bir ulduz transfer edəndə bunu özün üçün bir düşün. Sağ ol.